Hər birinizə salam. Bu günləri rəssamlıq haqqında bir neçə sual ki var, mənə yönləndirmisiniz. Yenidən video çəkməyə qərarına gəldim. Çünki görürəm ki, buraxılış imtahanından sonra əksər tələbələr balına əsasən deyir ki, yox, mən dizaynə hazırlaşıram, təsvir sənət müəllimliyinə hazırlaşıram və ya ümumiyyətlə 5-ci qrupa yönəlirəm. Bunu qeyd edeyim ki, çox qısa bir müddət qalıb. Uşaqlar, təqribən avqust aylarında qabiliyyət imtahanı olur və siz dizayn ixtisasından antik baş heykəl işləyəcəksiniz. Antik baş heykəl işləmə videosunu narahat olmayın, gələn həftələrdən bir hər birini atacağım. Hər bir həftədən birinci Venerdən başlayacağım, David, Guatemala, hər bir növbəyini işləyəcəm. Onu narahat olmayın, hər biri də yükləyəcəm. Qeyd edeyim ki, onu işləmək çox çətindir. Yəni, qabı adi işləməyən insan onu necə çəkə bilər? Yəni, istəyirlər ki, 1 ayda və ya 6 ayda o nəticəni əldə etsinlər. Əlbəttə ki, qeyri-mümkün deyil. Üzərinizdə işləyərək, sizə tapşırıqlar yönləndirərək, onların hər birini edərək, siz bu uğuru əldə edə bilərsiniz. Amma o potensial varmı? Özünüzdə görürsünüz də nə yaxşı. İşləyin, davamlı şəkildə hərəkət etmək lazımdır. Biz ev tapşırıqlar ki veririk. Özünüzü hər bir ev tapşırıqlarla yanaşı biz uşaqları həftədə 5 dəfə çağırırıq. Yəni biraz sərt bir rejim olacaq. Çünki istərsiniz biz gözəl bir nəticə əldə etmək istəyirik və sizin də uğur qazanmağınızı istəyirik. İnşallah qazanacaqsınızsa, inşallah qazanacaqsınız. Bunu qeyd edim ki, yəni asan deyil. Heç bir iş asan deyil. Rəssamlıqdan tutmuş hər şeyin öz çətinliyi var. Amma əsas məsələ özünə inanman başlayır. Çox da sizə yormaq istəmirəm bu məsələdə. Hər şey mümkündür bu həyatda və hər şey öz axarına gedir. Bəzən uğursuz oluruq, bəzən uğurlu oluruq. Bu bəzən hər şey uğurlu olmaya, yəni bəzən uğursuz da ola bilərik. Bu normal bir şeydir. Hər kəs uğur qazana bilməz. Sizin özünüzü daha yaxşı hiss etdiyiniz istiqamətdə yönəlməniz daha yaxşı olar. İnşallah da elə də olacaq. Bundan əlavə mənə sual vermişdiniz ki, nə qədər müddət bəs eləyir? Əslində rəssamlığa mən özümü nümunə göstərsəm, mən 3 il getmişəm. Mən təsvir sənətə, elə bil mən dizayndan hazırlaşmışam. Təqribən 9-cu siniflərdə oxumağa başladım. Elə 9, 10, 11 mən hazırlığa getdim. Və mən naturmortdan başladım. Axırıncı illərimdə 1 il yarım ancaq heykəl işlədim. Əlbəttə ki, bəzən naturmort da oldu, gips də oldu, həmin naxışlardan da işləmişəm, ev tapşırıqlarını da etmişəm. Məndə həm fitri istedad da var deyə, o qədər də özümə əziyyət vermirdim. Amma axır-axırda gördüm ki, buraxılış nəticələri, ümumiyyətlə hazırlıq falan məni dəhşət dərəcə yorurdu və rəsmə sevgim ölməz qətiyyən, amma yorğun idim, mənəvi cəhətdən yorulurdum. Rəsmlə işləyəndə isə mənəvi rahatlığı tapırdım, amma istərsəm insan yenə yorulurdu. Başa düşürəm sizi, artıq sizin çiyninizdən böyük bir yük qalxdı. 5-ci qruplara aiddir bu sözüm. İndi deyirsiniz ki, hə, gecə-gündüz şəkil çəkərəm, zaten məşğələyə getmirəm, hazırlığa getmirəm, çəkərəm və nə var bunda? Amma uşaqlar həqiqətən biraz çətinlik sizi gözləyir. Sevginiz yoxlanılacaq elə bir bu müddətdə, periodda yoxlanılacaq. Nə qədər istədiyinizi görəcəksiniz. İnşallah uğurlu da olacaq, inanıram. Çünki biz istiqamət veririk, amma işin 50% də sizdədir, bəlkə də 50%-dən də çox. Biz istiqamət veririk, göstəririk, göstərişlər veririk, ev veririk. Amma onların hamısını yerinə yetirən kimdir? Sizsiniz. İstəkli olub, vaxtında tapşırıqları etsəniz və burada əsasən sevgi məsələsi var. Sənəti sevmək, şəkil çəkməyi sevmək. Bir dənə qab qoyuram şagirdin qabağına deyir, ay müəllim bu nədir, mən bunu niyə işləyim, niyə edirəm mən bunu falan deyir. Rəssamlığı öyrənmək istəyirsinizsə bu çətin şeyləri də bilməlisiniz. Bu nədir, bunu mən niyə edirəm falan demək əvəzinə çalışmaq lazımdır uşaqlar. Yəni hər biri uğur qazanmaq istəyirsənizsə çalışmalısınız. Əlinizdən gələn ən yaxşısını etməlisiniz. Motivasiyadan düşməyin. Kursa gedən kimi sizi bu sözlər də ünvanlaya bilərlər. Mənim şəklimi çəkə bilərsən və ya başqa bir şey. Birincisi, portret işləmək çətin məsələdir. Mən özüm bir müddətdən sonra öz üzərimdə işləyərək onu öyrəndim. Görürəm ki, həqiqətən tam fərqlidir. Naturmortu işləyə bilməyən, qabı istəməyən, təzə başlamış bir insana tutub portret işləyə bilirsən demək də özü bir savadsızlıqdır məncə. Bir savad insan deyərlər.
Yəni savadsız insan o sözü məncə sualı ünvanlayır. Çünki bir qabı işləyirsən və onu insan anatomiyası ilə necə əlaqələndirə bilərsən? Hər bir şeyin vaxtı var uşaqlar. Qətiyyən tələsməyin. Burada kursda uşaqlarımız da ki var. Deyirlər ki, mən öz anamın çəkdiyini çəkmək istəyirəm. Filan kəsin doğum günüdür, mən onun portretini çəkmək istəyirəm. Çək. Amma bil ki, sən onu özünü aldatmaq kimi olacaq. Biz kömək edirik, amma inanın ki, uşaqlar qabağa getməyəcəksiniz. Dediyimiz şeyləri, bəzi şeyləri başa düşməyəcəksiniz. Yəni, əlifbanı öyrənmədən yazı yazmağı, oxumağı bilməzsiniz. Necə ki, rəssamlıqda da belədir, əlifbada da qabdan, natürmortdan başlayırıq. Ona görə də hər şeyin öz sırası, axarı var. Tələsməyin, çünki tələsən tərsinə düşür. İstədiyi nəticə əldə etməyə bilər, uğursuz ola bilər. Bunlar hamısı normal bir şeydir. Amma əsas nəticə nədir? Uğurlu olmaq üçün əlinizdən gələn ən yaxşısını etməkdir. İncəsənət özü zəhmətkeş insanları sevir, çalışan insanı sevir. Hər iş məncə belədir. Kimə desən, yəni desə hə, rəssamdan nədir? 2 dənə qızma qara ataram söhbəti deyil uşaqlar. Bu zəhmət məsələsidir, bu perioddur. Əlinizdən gələni eləsəniz, istərsəməz bunun zəhmətin də bəhrəsini görəcəksiniz. Heç bir şey bir dəfəlik olmur və olmayacaq bu həyatda. İnanın, çalışın və əlinizdən gələni edin. Zəhmət çəkin. Boş vaxt keçirməyin. Kursda da görmüşəm, hər yerdə də var bu. Vaxtını boş-boş xərcləyən, inanın ki, o vaxt bir daha qayıtmayacaq. O, kaş ki desəydin, o sözlər var ya, kaşkilər. Deyirsən ki, kaş mən bunu vaxtında etsəydim. Kaş bunu bu vaxta salmasaydım. Kaş zəhmət çəksəydim. Kaş ürək yandırsaydım. O kaşkilər kaşda qaldı, öcə getdi. Onu təzədən yenə danışmaq da heç bir mənası yoxdur. Yormaqdır, psixoloji cəhətdə, mənəvi cəhətdə yorğunluq deməkdir. Əsas məsələ bu, indiki anını dəyərləndirmək və ona görə hərəkət etməkdir. Bəli dostlar, bu videomuz biraz qısa olacaq. Yəni gələn videolarımızda inşallah heykəlləri, antik baş heykəlləri işləməyə başlayacaq. Hər həftə 6-cı günü sizə atacağım. Yəni izləməkdə qalın və videonu bəyənib like etməyi unutmayın. Qoy digər dostlarınız da faydalansın və bunu başa düşsünlər ki, rəsm çəkmək 1 ayın işi deyil, 2 ayın işi deyil, 3 ayın işi heç deyil. Bu bir müddətdir, perioddur. 6 ay, 7 ay nəticə görə bilərsiniz. Amma baxır ki, o sizin necə hazırlaşmağınızdan. Müəllimin günahı burada deyil. Burada əsas dediyim kimi 50%-dən çox iş sizin öhdənizə düşür və bunun üçün də çalışmaq lazımdır. Sizi yormayın. Digər videolarımızda görüşənədək hələlik.